Hər vaxtınız xeyir olsun yoldaşlar. Bu gün biz sizlə məhkəmə hakimiyyəti və Naxçıvan Muxtar Respublikasını öyrənirik. Nəzərinizə çatdırım ki, Naxçıvan Muxtar Respublikasına minimum bir sual, məhkəmə hakimiyyətindən isə buradakı məhkəmə hakimiyyətindən bir sual, gələcəkdə inşallah sizlə məhkəmə hakimləri haqqında qanun keçəcəyik. Oradan da 2 sual. Ümumilikdə 2-3 sual düşür. Gəlin baxaq, rahat bir mövzudur. Demək olar bir çox detayı buradan bilirsiniz. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirilir. Deməli, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini kim həyata keçirdir? Yalnız məhkəmələr. Hansı yolla? Ədalət mühakiməsi yolu ilə. Bəs hansı məhkəmələr həyata keçirilir? Baxın, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsi. Yəni məhkəmə hakimiyyətini həyata keçirən məhkəmələr deyəndə bizim o məşhur kodumuz var. AK. AK bura daxildir. Ümumi məhkəmə, bir də ixtisaslaşdırılmış məhkəmə. Bir sözlə bütün məhkəmələr gedir bu əslində. Amma testdə diqqətli olun, xüsusiləşdirilmiş belə bir sözlərdən istifadə edirlər bəzən. Deyir Azərbaycan Respublikasının xüsusiləşdirilmiş məhkəmələri. Elə bir şey yoxdur. Aydın oldu. Hansı məhkəmələr məhkəmə hakimiyyətini həyata keçirdi? Ali, Konstitusiya, Apellyasiya, ümumi məhkəmələr. Bir də ixtisaslaşdırılmış. Məhkəmə hakimiyyəti hansı icraatlar vasitəsilə həyata keçiriləcək? Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Yadda saxlayırsınız, rahat bir məqamdır. Əsas məsələ prokurorluq və müdafiə tərəfi hansı məhkəmədə iştirak edir? Cinayət məhkəmə icraatında, yəni məhkəmədə cinayət varsa, yəni bu məhkəmə cinayətə görə təşkil olunubsa, orada prokurorluq olmalıdır və müdafiə tərəfi olmalıdır. Aydın oldu? Yəni hər məhkəmədə prokurorluq olmur. Misal üçün mülki məhkəmə var, inzibati məhkəmələr var, aydındır? Deməli, prokurorluğun olduğu məhkəmə və müdafiə tərəfinin olduğu məhkəməyə cinayət məhkəməsi sayılır. Məhkəmə quruluşu və məhkəmə icraat qaydası da qanunla müəyyən edilir. Bu sadə bir şeydir, elə çətin bir şey yoxdur burada. Hansı məhkəmə yaradılması qadağandır? Gəlin diqqətlə baxaq. Məhkəmə səlahiyyətinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış, bax bu yerə çox diqqət eləyin ha. Məhkəmə səlahiyyətinin dəyişdirilməsi məqsədi ilə təkrar-təkrar deyirəm sizə, müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmənin yaradılması qadağandır. Burada yəni elə çətin bir şey yoxdur. Dilimizdə məhkəmə icraatı deyirik də, sizcə məhkəmə icraatı nəyi təmin etməlidir? Yəni işi nədir? Həqiqətin müəyyən edilməsində məhkəməyə nəyə görə gedir? İki tərəf bir-biri ilə söhbəti çəp gələndə deyir ki, məhkəmə özü ədalətli qərar verəcək, nə bilim, həqiqəti müəyyən edəcək də, başa düşdünüz? Yəni əzbər yox da, mahiyyəti bilək. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Hakimliyə namizədliyə aid tələblər. Kimlər hakim ola bilər? Gəlin baxaq. Seçkilərdə iştirak etmə hüququna malik olan, çox diqqətli olun ha, hüquq təhsilli. Bax, imtahanlarda bəzən yazırlar ki, ali təhsilli şəxslər hakim ola bilər. Səhvdir. Ali hüquq təhsiliniz olmalıdır. Bildiniz? Bax, o zaman siz hakim ola bilərsiniz. Və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləməlisiniz. Birdən testdə yazar ki, 5 il işləyən biri hakim ola bilər? Xeyr, ola bilməz. Hüquqşünas ixtisası üzrə 5 ildən artıq, artıq sözünə baxın ha. Və Azərbaycan Respublikasının vətəndaşları. Qurtardı getdi. Hakim olmaq üçün tələb nədir? Seçkilərdə iştirak etmə hüququna malik olmalıdır bu adam. Ali hüquq təhsili olmalıdır. 5 ildən də çox hüquqşünas ixtisası üzrə işləməlidir və Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Mən sizə demişdim, istənilən bir şəxs, deputat, prezident, vitse-prezident, hakim nə ilə məşğul ola bilər? Elmi yaradıcılıqla, pedaqoji fəaliyyətlə, aydındır. Bu istənilən bir vəzifəli şəxs bununla məşğul ola bilər də, yəni. Burada da həmin şey deyir. Deyir hakimlər elmi, pedaqoji yaradıcılıq fəaliyyətindən başqa, yəni onu qoyduq kənara, o istisnadır. Qalan başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Yəni siyasi fəaliyyətlə məşğul ola bilməz, ödənişli fəaliyyətlə məşğul ola bilməz, partiya üzvü ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər. Aydın oldu? Yəni bu demək olar ki, bizə tanış bənddir. Bunu hər yerdə biz deyirik. Baxırıq bura. Hakimlər müstəqildir. Gəlin təkrarlayaq. Səlahiyyət müddəti ərzində şəxsiyyəti toxunulmaz kimləri idi? Səlahiyyət müddəti ərzində deputat, vitse-prezident, baş nazir. Bu 3 nəfərin səlahiyyət müddəti ərzində şəxsiyyəti toxunulmaz idi. Bəs toxunulmazlıq hüququna malik olan kim idi? Toxunulmazlıq hüququna malik olan prezident idi.
toxunulmazdır və müstəqildir. Öyrəndikcə hakimlərdir. Aydın oldu. Bax, toxunulmaz faktoruna çox diqqət edin. Ha, sizin üçün bura qeyd edirəm. Səlahiyyət müddəti ərzində şəxsiyyəti toxunulmazdır. Şəxsiyyəti toxunulmazdır deyirik. Şəxsiyyəti toxunulmaz olan kimlər idi? Vitse-prezident, baş nazir, bu indi bıdır da, aydındır. Sonra kim idi? Deputat. Bax, bunlar toxunulmaz deyil ha. Şəxsiyyəti toxunulmazdır. Nə zaman? Səlahiyyət müddəti ərzində vitse-prezident, baş nazir, deputat. Bəs toxunulmazlıq hüququna malik olan kim idi? Prezidentimiz idi. Aydın oldu. Toxunulmazlıq hüququna malikdir. Prezidentin də şərəf ləyaqəti qanunla qorunurdu. Və buradan da öyrəndim ki, mən indi hakimlər müstəqildir. Eyni zamanda hakimlər toxunulmazdır. Gördünüz yəqin ki bunu. Yəni nə necədir artıq bildiniz. Baxaq bura. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına tabedir, səlahiyyət müddətində dəyişilməzdir. Hakim nəyə tabedir? Konstitusiyamıza və qanunumuza, səlahiyyət müddətində dəyişilməzdir. Hakimlər işlərə baxır. Hansısa məhkəmədə bir hakim hansısa işə baxır. Necə baxacaq? Qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Aydın oldu. Qardı getdim. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunazidd təsir, hədə müdaxilə edilməsi yol verilməzdir. Tutaq ki, kiminsə bir tanışının məhkəmə prosesi var. O tanışda müəyyən vasitələrlə istifadə eləyir. Məhkəməyə necə deyək, məhdudiyyət qoyur da, qanunazidd təsir edir hakimin qərarına. Aydın olduğu müdaxilə eləyir. Bu nədir? Yol verilməzdir. Bax, diqqətli olun ha. Məhkəməyə müdaxilə edilməsi qadağandır yazar. Səhvdir. Yol verilməzdir. Boş yerə mən bu sözlərə rəngləmirəm. Diqqətli olun. Ən əsas vacib yer. Bax, bu 4-cü bənd, mənim dəyərli dostum. Bu 7-ci bənd, bir də bu 9-cu bənd. Bunlara xüsusi diqqətlə yanaşın. Oldu? Hətta imkan varsa mütləq qeyd edin. Ədalət mühakiməsi nə əsasında həyata keçirilir? Bu başqa bir anlayışdır. Ədalət mühakiməsi nəyə əsaslanır? Bu başqa bir anlayışdır. Məhkəmə icraatı nə əsasında həyata keçirilir? Bu başqa bir anlayışdır. Deməli, gəlin bir-bir baxaq. Bax, ədalət mühakiməsi vətəndaşların qanun məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Oldu. Ədalət mühakiməsi vətəndaşların qanun məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Biri də var ki, ədalət mühakiməsi nəyə əsaslanır? Təqsirsizlik prezumpsiyasına. Aydın oldu. Konstitusiyadan keçmişik bunu. Bunun nə demək olduğunu. Nə deməkdir? Əksi sübut olunana qədər qüvvədə qalan həqiqət deməkdir. Biri də var ki, məhkəmə icraatı. Məhkəmə icraatı nədir? Çəkişmə prinsipi əsasında həyata keçirilir. Aydın oldu. Bax, bu yeri bir daha sizin üçün təkrar deyəcəm. Çox diqqətlə baxın. Dəfələrlə imtahana düşür, dəfələrlə də səhv salırsınız. Bir dəqiqə, bax, buradan söhbət edirəm. Bir bu 9-cu bənd. Bir də hanı? Bir də bu. Ədalət mühakiməsi vətəndaşların qanun məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Sözə baxın ha, həyata keçirilir. Biri də var, ədalət mühakiməsi nəyə əsaslanır? Təqsirsizlik prezumpsiyasına. Yəni əsaslanırla həyata keçirilir, səhv salmayın. Əsaslanır təqsirsizliyə, həyata keçirilir vətəndaşların qanun məhkəmə qarşısında bərabərliyi. Biri də var məhkəmə icraatı. Məhkəmə də varsa 2 nəfər çəkişməlidir ki, məhkəmə olsun da. Bunlar getsin məhkəmədə görüşsün. Aydındır? Məhkəmə icraatı nə əsasında həyata keçiriləcək? Çəkişmə prinsipi əsasında. Qurtardı getdi. Ümid edirəm buranı siz artıq qəşəng başa düşmüsünüz. Burada bir çətinliyiniz yoxdur. Məhkəmədə işlərin icraatına baxıram. Məhkəmədə işlərin icraatı açıq aparılır. Ümumiyyətlə, bir dənə bunun mənasını bilin ki, işlərin icraatı nə deməkdir və məhkəmənin qərarı nə deməkdir. Biz indi məhkəmə hakimlər haqqında qanun keçəndə bunları daha yaxşı biləsiniz. Amma buradan da bilmiş olun da, bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. Bax, diqqətli olun. Belə bir sual çıxar ki, qarşınıza. Məhkəmədə işlərin icraatı necə aparılır? Cavab açıqdır. Qapalı söhbəti yoxdur. Necə ki, Milli Məclisin soruşuruq, Milli Məclisin sessiyası necə aparılır? Deyirik açıq, amma qapalı halda var da, düzdür? Burada da həmin məsələdir. Məhkəmələrdə işlərin icraatı açıq aparılır. Qapalı aparılma halı da var.
İşə qapalı iclasda baxılmasına hansı halda icazə verilir? Gəlin baxaq. Məhkəmə açıq icraatın dövlət, peşə, konversiya sirrinin açılmasına səbəb olacağını güman edir və ya vətəndaşın şəxsi və ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir. Aydın oldu. Bax, bu zaman məhkəmədə işin icraatı qapalı aparılır. İşin icraatının qapalı aparılmağı nə deməkdir? Tutaq ki, bir nəfər ailə üzvlərindən kimisə öldürübdür. Hansı səbəbdən öldürüb, niyə öldürüb, necə öldürüb, ölümün də növləri var da. Biri var zəhərliyə, biri var kütləviyyətlə xəsarət yetirə və s. Bunlara görə cəzalar da dəyişir. Sabahda məhkəmə prosesi baş verəndə hakimin ixtiyarı var ki, orada işin icraatını qapalı aparsın. Yəni məhkəmə zalına jurnalistlər buraxılmır. Bu vətəndaş orada çıxış eləyəcək, mən bu səbəbdən öldürmüşəm. Bax o qapalı qalacaq. Onu siz və mən bilməyəcəyik. Başa düşdünüz? Bax bu o deməkdir. Məhkəmənin icraatı qapalı aparıldı. Bu niyə ailəsini öldürüb, hansı səbəbdən öldürüb, bu qapalı qalacaq bizə. Bu, yəni bu hallarda qapalı olmağına icazə verilir. Ailə problemi olanda, peşə konversiya sirri olanda, aydın oldu. Bir də var, məhkəmənin qərarı. Səhv salmayın ha. Məhkəmənin qərarı bütün hallarda açıq elan olunur. Bunu inşallah məhkəmə hakimləri haqqında qanunda görəsiniz. Onun istisnası yoxdur. Məhkəmənin qərarı bilirsiz nə deməkdir? Hakimin sonda verdiyi qərar, yəni aydındır. O hamıya açıqdır. Misal üçün, o ailəsini öldürənə hakim 15 il cəza verdi. Nöqtə. Onu biz də biləcəyik. Çünki ictimaiyyətə təqdim olunacaq o. Amma hakim nəyə görə 15 il iş verdi, hansı səbəbdən, hansı hadisələrə əsasən o qapalı olubsa biz onu bilmirik. Ümid edirəm başa düşdünüz. Qapalı məhkəmənin aparılmağı nə deməkdir və sonda məhkəmənin qərarı nə deməkdir? Diqqətli olun, incə məqamdır. Daha sonra baxıram bura. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. Cinayət işləri yoxdur, onun qiyabisinə yol verilmir də. Birdən yazar ki, heç bir halda yol verilmir ya da bütün hallarda yol verilmir. Səhvdir. Axı yol verildiyi hal var. Hansı haldır? Qanunla nəzərdə tutulmuş haldır. Aydın oldu? Və yaxud da sizdən soruşa bilər ki, cinayət məhkəmə işlərinin qiyabisinə yol verildiyi hal var? Bəli, var. Qanunla nəzərdə tutulmuş hal. Aydın oldu? Bunu zaten bilirsiniz. Məhkəmə icraatın çəkişmə prinsipi əsasında həyata keçirilir demişim. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Yəni vəkildən istifadə etmək hüququmuz aydın oldu. 10-cu bəndə baxıram, 9-da bilirsiniz. Bayaq dedik. Məhkəmənin aparıldığı dil. Məlum məsələ. Azərbaycan Respublikasında məhkəmə icraatı hansı dildə olacaq? Dövlət dilində də, öz dilimizdə. Amma və ya başqa dildə də ola bilər. Müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Bu bizdə etnik qruplar var da. Məsəl üçün elə ərazilər var ki, onların özünə məxsus dilləri var, dil yaradıblar. Orada da məhkəmə olanda Azərbaycan dilində hal olsun. Bunlar başa düşmür axı. Məcburiyyət qarşısında qalaraq onların çoxluq təşkil etdiyi hissənin dilində aparılır. Aydın oldu? Deməli, məhkəmə hansı dildə ola bilər? Dövlət dilində ya da orada çoxluq təşkil edən ərazinin dilində olur. Əhalisinin daha doğrusu. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməsi vasitəsilə iştirak etmək və məhkəmədə ana dildə çıxış etmək hüququ təmin edilir. Bu da sadə bir şeydir. Tutaq ki, bir rus gəlib bizim məhkəməyə düşübdür. Bizim məhkəmədə iş prosesi gedir, amma bizim dili bilmir. Orada nə olacaq? Həmin o rus istədiyim öz materialları ilə də, yəni lazım olan materiallarla tanış olacaq, aydındır. Məhkəmədə tərcüməsi vasitəsilə iştirak eləyə bilər və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin olunur. Bu rusdursa, bu ana dili Azərbaycan dili demək deyil, Rusun ana dili, yəni rus dilində. Başa düşdünüz? Gəlib bizim məhkəməyə düşüb onun ana dilində çıxış etməyə təmin olunur. Yəni öz rus dilində çıxış eləyəcək orada. Hakimlərin toxunulmazlığı. Hakimlər toxunulmazdır. Bunu bilirdik də, bayaqdan deyirdik. Bir dənə də təkrar edirəm sizin üçün. Səlahiyyət müddəti ərzində şəxsiyyəti toxunulmaz deyəndə deputat, vitse-prezident, baş nazir. Toxunulmazlıq hüququ Azərbaycan Respublikasının prezidenti. Dəyişilməzdir, müstəqildir, toxunulmazdır. Bu üçü kimdir? Hakimlərdir. Bəs hakimlər cinayət məsuliyyətinə necə cəlb oluna bilər? Yalnız qanunla nəzərdə tutan qaydada cinayət məsuliyyətinə cəlb oluna bilər. Aydın oldu? Hakimlərin səlahiyyətinə bəs necə xitam verilə bilər? Cinayət məsuliyyətinə cəlb olunmağı yalnız qanunla nəzərdə tutulan qaydadadır. Bəs gəlin görək hakimlər səlahiyyətinə necə xitam verilə bilər? Yalnız qanunla nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər. Hakimlərin səlahiyyətinə yalnız qanun, diqqətli oluna və qaydalara. Hakimlərin vəzifədən kənarlaşdırılması. Bunu
Məncə bilirsiniz də, Milli Məclisdən öyrənmişik. O qədər çətin bir məsələ deyil. Hakimlər cinayət törədəndə prezident bunu eşidir. Prezidentin vəzifədən kənarlaşdırmasından oxşarlıq var burada. Prezident gedib ali məhkəməyə rəyini almalıdır. Müraciət edir ali məhkəməyə, aydın oldu. Tutaq ki, hansısa bir hakim cinayət törətdi. Prezidentimiz ali məhkəmədən müraciət edir, rəy alır. Ali məhkəmə 30 gün müddətində prezidentə rəy verməlidir. Gördünüz, baba 30 günü. Prezidentə rəy verəndən sonra da prezident hakimin vəzifədən kənarlaşdırılması məsələsini kimin qarşısında irəli sürür? Milli Məclisin. Niyə Milli Məclisin? Çünki 95-ci maddə Milli Məclisin səlahiyyətində biz öyrəndik ki, hakimləri vəzifədən kənarlaşdıran subyekt kimdir? Milli Məclisdir. Prezident buna görə gedib hakimin vəzifədən kənarlaşdırma məsələsini Milli Məclisin qarşısında irəli sürür. Və biz demişdik, Milli Məclis AK, Ali, Konstitusiya, Apellyasiya bu üç məhkəmə hakimini hansı səs çoxluğu ilə vəzifədən kənarlaşdıracaq? 83 səs çoxluğu qərarla. Yerdə qalan məhkəmə hakimlərini bəs hansı səs çoxluğu ilə kənarlaşdırır? 63 səs çoxluğu qərarla. Aydın oldu. Yerdə qalan məhkəmə hakimlərini kim təyin edir ki, vəzifəyə? Prezidentin özü. Qurtardı getdi. Burada çətin nə var? Deyəndə təkrar verək yenə. Bax, AK. Bu üç məhkəmə hakimini vəzifəyə təyin edən kim idi? Prezidentin təqdimatı ilə Milli Məclis 63 qərarla. Düzdür? Yerdə qalan məhkəmə hakimlərini prezident təyin edirdi. Burada da kənarlaşdırılmasını öyrənirəm də. Cinayət törədəndə prezident gedir ali məhkəməyə. Deyir mənə rəy ver. Ali məhkəmə 30 gün müddətində rəy verir. Prezident də gəlib Milli Məclisin qarşısında irəli sürür hakimin vəzifədən kənarlaşdırılmasını. Milli Məclisdə özünün təyin etdiyini, AKANı 83 qərarla vəzifədən kənarlaşdırır, prezidentin təyin etdiyini də 63 qərarla vəzifədən kənarlaşdırır. Bu qədər. Məhkəmə qərarlarına baxıram. Məhkəmənin qəbul etdiyi qərar dövlətin adından çıxarılır. Onların icrası məcburidir. Sadə bir şeydir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Burada elə çətin bir şey yoxdur. Məhkəmə qərarında nəyə əsaslanmalıdır? Məntiqlə də, yəni qanuna və sübuta əsaslanmalıdır. Aydın oldu. Qurtardı getdi. 130-cu maddə ilə bağlı ayrıca bir izah göndərəcəm. Narahat olmayın. Biraz geniş maddədir və konkret imtahanda bir sualdır. Buradan bildikdə məhkəmə qərarı qanun və sübuta əsaslanmalıdır. Orada yatmayın, dinləyin diqqətlə. Məhkəmə qərarının icra olunmaması qanunla məsuliyyətdir. Məhkəmənin qəbul etdiyi qərar da dövlətin adından çıxarılır. Qurtardı getdi. 130 heç qaldı. Ali məhkəmə. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət, digər işlər üzrə ali məhkəmə orqanıdır. Ali məhkəmə orqanı necədir? Mülki, cinayət, digər işlər üzrə. Yadda saxlayın, testlərdə ali məhkəmənin əvəzinə bəzən kassasiya məhkəməsi də yazırlar. Aydın oldu, eyni şeydir. Yəni bir növ belə deyə bilərik də, ali məhkəmənin ikinci adı nədir? Kassasiya məhkəməsi. Aydın oldu. Çünki ədalət mühakiməsi də kassasiya qaydasında həyata keçirilir. Qurtardı getdi. İkinci bəndi bilirsiniz də, gecə-gündüz deyirəm sizə. AK, eyni şeydir. Aydın oldu. Ali məhkəmə hakimi necə təyin olunmağını yazıb. Necə təyin olunur ki? Prezident Milli Məclisə təqdimat verir, Milli Məclis təyin edir. 63 qərarla. Qurtardı getdi. Ali məhkəmənin qərarı dərc edilməlidir. Yadda saxlayırsınız. Oldu. Konstitusiya məhkəməsini keçmədim sizə, amma keçəndə deyəcəm, burada da deyirəm. Konstitusiya məhkəməsinin qərarı da dərc edilməlidir. Yadda saxlayın. Ali məhkəmənin və Konstitusiya məhkəməsinin qərarı dərc edilməlidir. Apellyasiya məhkəmələri. Apellyasiya məhkəməsində yerinə testlərdə yuxarı instansiya yazır. Eyni şeydir. Aydın oldu. Yəni yaxsa ki, yuxarı instansiya məhkəməsi birinci apellyasiyadan söhbət edir də, yəni bunun yerinə bunu yaza bilirlər. Apellyasiya məhkəmə hakimi necə təyin olunur ki? AKAN içində də dostum, eyni şeydir. Oldu. Keçdim prokurorluğa. Azərbaycan Respublikasının prokurorluğuna. Prokurorluq gəlin görək nə iş görür, nə edir? Prokurorluq qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət eləyir. Bax, mənim gözəl dostum, sənə bir qayda deyirəm. Ruçkan dəftərin varsa, yəqin ki var, götür qeyd elə. Qanunları imzalayır və dərc eləyir kim? Prezidentin səlahiyyətində demişdim, bir dənə də deyirəm. Qanunları imzalayır və dərc eləyir Azərbaycan Respublikasının prezidenti. Qanunları şərh eləyir Konstitusiya məhkəməsi. Qanunları icra və tətbiq olunmasına nəzarət edir Azərbaycan Respublikasının prokurorluğu. Aydın oldu. Necə qanunla nəzarət edir? Qanunları imzalayır, dərc eləyir prezidentimiz. Şərh eləyir Konstitusiya məhkəməsi. İcra və tətbiqinə nəzarət eləyir prokurorluq. Prokurorluq sonra nə edir? Qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır.
Məhkəmədə dövlət ittihamını müdafiə edir. Yəni dövlətin tərəfində durur. Məhkəmədə iddia qaldırır. Məhkəmə qərarlarından protest verir. Protest o deməkdir ki, yəni etiraz verir. YouTube-da bir məhkəmə prosesi görmüsünüzsə, bu məncə görmüsünüz. Prokuror bəzən deyir, cənab hakim biz narazıyıq və yaxud da ki, iddia qaldırır. Necə deyim, deyir ki, mən 5 ildən 10 ilə istəyirəm, filan kəs həbs olunsun. Belə şeylərdə, yəni bunu görmüsünüz məncə. Bu qədər yəni prokurorluqla bağlı. Baxırıq bura. Azərbaycan Respublikasının prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Bax, Azərbaycan Respublikasının prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Prokurorluğumuz baş prokurorun tabeliyinə əsaslanan necə orqandır? Vahid mərkəzləşdirilmiş. Qarı çıxdı getdi. Üçüncü bəndi də bilirsiniz. Dəfələrlə demişik sizə. Baş prokurorun təyin olunmalı. Burada nə var ki? Milli Məclisdə də öyrənmişəm, prezidentin səlahiyyətində də öyrənmişəm. Həmin şeydir. Baş prokuror necə təyin olunur? Milli Məclisin razılığı ilə prezident vəzifəyə təyin edir. Azad eləyəndə də prezidentimiz azad eləyir, Milli Məclisin razılığı ilə. Milli Məclisin razılıq verməyi nədir bəs? 63 qərardır. Qurtardı getdi. Var əsas məsələ bax bu. Var baş prokurorun müavinləri, Naxçıvanın prokuroru, bir də Respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokuror. Çox diqqətli olun. Respublika ixtisaslaşdırılmış prokurorlarına rəhbərlik edən prokuror. Birdən yazar sizə ixtisaslaşdırılmış prokuror, çaşarsınız. İxtisaslaşdırılmış yox, ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokuror. Aydın oldu? Necə təyin olunur? Baş prokurorun təqdimatı ilə prezident vəzifəyə təyin edir, vəzifədən azad edir. Qurtardı getdi. Bax, bu üç prokuroru. Baş prokurorun müavini, Naxçıvanın prokuroru, bir də ərazi və ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik eləyən prokuror. Aydın oldu? Ərazi dedim, üzrlü sayın, ixtisaslaşdırılmış ərazi yoxdur burada. Bunlar necə təyin olunacaq? Baş prokurorun təqdimatı ilə prezidenti təyin edib azad edir. Biri də var, ərazi və ixtisaslaşdırılmış. Əzbər olmasın da gəlin mahiyyətini bilək, dediyim qədər. Ərazi nədir? Tutaq ki, Nərimanov rayon, Xətai rayon, Aydındır. Bax, mən bu prokuroru təyin etmək istəyirəm. Prezident artıq neynədir? Prezidentimiz baş prokuroru təyin eləyib, onun müavinini də təyin eləyib də və prezidentimiz deyir ki, baş prokurora deyir, sən çox yaxşı bilirsən ki, hansı prokuror necə işləyir, hansı ərazidə vəziyyət necədir. Başa düşürsüz? Onu daha çox prokuror bilər də, baş prokuror bilər. Çünki prezident bütün prokurorları bir-bir tanımır axı. Düzdür? Baş prokuror və onun müavinini tanıyır da, amma baş prokuror və onun müavini artıq bütün prokurorları tanıyır, bilir. Hansı ərazidə nə bilim kriminal çoxdur, hansı prokuror daha yaxşı işləyir. Ona görə bax ərazi və ixtisaslaşdırılmış prokurorları baş prokurorun özü vəzifəyə təyin edir, vəzifədən azad edir. Prezident deyir, mən sənə razılıq verirəm. Onu sən seç. Çünki sən işləyirsən. Prokurorların içində olan sənsən deyir. Mən deyiləm. Sən bilərsən ki, hansı əraziyə kim lazımdır. Aydın oldu? Ərazi və ixtisaslaşdırılmış prokurorlar necə təyin olunacaq? Baş prokuror özü təyin edib azad edir, prezidentin razılığı ilə burada diqqətli olun. Yəni mənasını bilək. Deməli, dəyərli dostlar, Naxçıvan Muxtar Respublikası. Burada nəyə diqqət etməliyik biz? Naxçıvan Muxtar Respublikasının statusu, bax bunu deyirəm, qeyd edin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu, bələdiyyənin statusunun əsası. Bu üçü konstitusiyayla müəyyən olunur. Oldu? Bir daha deyirəm. Naxçıvan Muxtar Respublikasının, bax burada qeyd edirəm. Azərbaycan Nazirlər Kabineti də bələdiyyə statusun əsası. Naxçıvan Muxtar Respublikasının statusu, Azərbaycanın Nazirlər Kabinetinin statusu, bələdiyyənin statusunun əsası. Bu üçü konstitusiya ilə müəyyən olunur. Azərbaycan Respublikasının konstitusiyası ilə. Bax, dedim ha, sonra demək ki, bilmirəm mənə. Naxçıvan Muxtar Respublikasının statusu, Azərbaycan Nazirlər Kabinetinin statusu, bələdiyyənin statusunun əsası. Statusu yox ha, bələdiyyənin statusunun əsası. Bu üçü konstitusiya ilə müəyyən olunur. Yox. Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir, bunu bilirsiniz. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi, bunu da bilirsiniz. Bizim aktlarımız var. İnşallah qanunverici sistemi keçəndə bunları daha yaxşı biləsiniz. Bax, Naxçıvanda bizim hansı aktlarımız məcburidir? Azərbaycan Respublikasının konstitusiyası məcburidir. Qanunlarımız məcburidir. Azərbaycanın qanunları.
Prezidentimizin fərmanı, Nazirlər Kabinetimizin qərarı, sərəncam yoxdur ha burada, diqqətli olun. Deməli, Naxçıvanda nə məcbur idi? Azərbaycanın konstitusiyası, Azərbaycanın qanunu, Nazirlər Kabinetinin qərarı, bir də prezidentimin fərmanı Naxçıvanın ərazisində məcbur idi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qəbul etdiyi konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycanın konstitusiya və qanunlarına zidd olmamalıdır. Bu cümlə biraz qarışıq gələ bilər. Bunu gəlin sizin üçün belə ayırıram. Bir saniyə. Bax, buradan bura gördünüz də. Ardını oxumayın. Bunu bura calayın. Axırına bunu vurun. Biraz qarışıq cümlədir. Və Naxçıvan Ali Məclisi nə qəbul edir? Konstitusiya və qanun düzdür. Dedi axı Naxçıvan bizim tərkibimizə ayrılmaz tərkib hissəmizdir. Azərbaycanın Naxçıvan ayrılmaz tərkib hissəsidir. Naxçıvanın Ali Məclisinin qəbul etdiyi konstitusiyası və qanunu Azərbaycanın konstitusiya və qanununa nə olmamalıdır? Zidd olmamalıdır. Başa düşdünüz? Bunu davamlı oxusa çaşarsınız da eyni şeydir. Cümləni belə yazıblar. Baxıram bura indi. Mən bildim ki, Naxçıvanın konstitusiyası və qanunu Azərbaycanın konstitusiya və qanununa zidd olmamalıdır. Sonra ikinci bir məsələyə baxıram. Naxçıvanın Nazirlər Kabinetinin, yəni Naxçıvanın enkazı, həm də əzbər yox, bunlar məntiqlə tutmaq olur da. Naxçıvanın Nazirlər Kabinetinin qəbul etdiyi qərar Azərbaycanda sizcə nəyə zidd olmamalıdır? Naxçıvan mənim tərkib hissəmdir, özü də ayrılmaz. Yəni necə deyim, məntiqlə fikirləşirəm ki, Naxçıvanda Nazirlər Kabineti var, bir qərar qəbul edib. Sizcə niyə zidd olmaz? Azərbaycanın konstitusiyasına, qanununa, prezidentinin fərmanına və Nazirlər Kabinetinin qərarına zidd olmamalıdır. Aydın oldu? Niyə? Çünki bu bizim tərkibimizdədir də Naxçıvan. Başa düşdünüz? Baxıram Naxçıvanın konstitusiyasının təsdiq edilməyinə. İmtahan sualı olub bu eyni zamanda. Çox diqqətli olun. Naxçıvan Muxtar Respublikasının konstitusiyası necə təsdiq edilir? Bax, diqqətlə qulaq asın. Naxçıvanın konstitusiyası Ali Məclisdə olur. Ali Məclisdə olur. Prezident, burada Milli Məclis. Azərbaycan Respublikasının Milli Məclisinə prezidentimiz tərəfindən təqdim edilir, konstitusiya qanunu ilə təsdiq olunur. Sizə belə sual verə bilərlər ki, Naxçıvanın konstitusiyası hansı aktla təsdiq olunur? Deyəs müəllim, konstitusiya qanunu aktı ilə. Bəs təsdiq edən subyekt Milli Məclisdir. Milli Məclisə gətirən subyekt kimdir? Prezidentdir. Aydın oldu? Deməli, Azərbaycan Respublikasının prezidenti Ali Məclisdən Naxçıvanın konstitusiyasını gətirib təqdim edir Milli Məclisə. Milli Məclisdə Ali Məclisin konstitusiyasını təsdiq eləyir. Konstitusiya qanunu aktı ilə. Oldu. Deməli, Naxçıvanın konstitusiyasını qəbul edən subyekt kim olacaq? Qəbul edən Ali Məclis. Çünki onların da axı təsdiq eləyən kim olacaq? Milli Məclis. Milli Məclisə təqdim eləyən prezidentimizdir. Burada yazılıbdır. Hakimiyyət bölgüsü Naxçıvanda. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Ali Məclis, Azərbaycanda Milli Məclisdə, onlar da Ali Məclisdir. İcra hakimiyyətini Nazirlər Kabineti həyata keçirdir. Məhkəmə hakimiyyətini də məhkəmələr. Burada da çətin bir şey yoxdur. Aydın oldu? Baxıram bu ikinci bəndə. Ali Məclis, bax diqqətli olun. Azərbaycan Ali Məclisə bir iş tapşırıb, bir səlahiyyət verir, düzdür? Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycanın konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən məsələnin həllində bunu tez bura calayın, çaşmamaq üçün müstəqildir. Oldu? Bu Ali Məclis Naxçıvanda yoxdur. Azərbaycan ona bir iş tapşırıb. Bizim tərkibimizdə də axı o öz başına iş görmür də, yəni bizim ona verdiyimiz tapşırıqları yerinə yetirir. Bax, həmin o biz ona tapşırıq verir ya. O, Azərbaycanın konstitusiyası ilə və qanunu ilə onun səlahiyyətinə aid edilən məsələnin həllində müstəqildir. Yəni biz ona nə tapşırıq vermişiksə, onu yerinə yetirməkdə müstəqildir. Hansı aktların əsasında? Konstitusiyamız və qanunumuz. Aydın oldu? Vsyo. Keçirəm Naxçıvanın Nazirlər Kabinetinə. Biz ona da bir iş tapşırırıq axı. Naxçıvanın Nazirlər Kabineti isə Azərbaycanın konstitusiyası, qanunu və prezidentin fərmanı ilə onun səlahiyyətinə aid edilən məsələnin həllində müstəqildir. Biz Azərbaycan Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətinə bir iş tapşırmışıq da. Naxçıvanın Nazirlər Kabineti də həmin o işi yerinə yetirəndə bizim konstitusiyamız, qanunumuz, bir də prezidentin fərmanı bunlara əsasən müstəqildir yəni. Qurtardı getdi. Daha sonra Naxçıvanın məhkəmələri də eyni şeydir. Naxçıvan məhkəmələri də Azərbaycan Respublikasının konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən məsələnin həllində müstəqildir. Ali Məclislə məhkəmə eyni şeydir. Təkrar deyirəm. Naxçıvan Ali Məclisi ilə məhkəməsi biz onun səlahiyyətinə bir iş tapşırmırıq. Bax, onu yerinə yetirməkdə müstəqildir. Hansı aktlara əsasən? Konstitusiyamız və qanunumuza əsasən. Nazirlər Kabineti də müstəqildir. Biz ona iş tapşırırıq, onu yerinə yetirəndə. Hansı aktlara əsasən? Konstitusiya, qanun, prezidentin fərmanı. Qurtardı getdi.
Naxçıvan Ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Bu rahat bir şeydir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir. Sadə bir şeydir. 5 ildir səlahiyyət müddəti. Bizim Milli Məclislərdə 5 il idi. Bəs gəlin görək Ali Məclis nə edir? Ali Məclis sədrini və müavinini seçir, daimi və digər komissiya təşkil edir. Bunu bəzən Milli Məclisdən qatırlar. Çox diqqətli olun. Gəlin təkrarlayaq. Milli Məclis nə edir? Sədrini və müavinini seçir, hesablama palatasını yaradır, öz iş qaydasını müəyyən edir, komitə və komissiya təşkil edir. Oldu, amma Ali Məclisdə komitə yoxdur. Komissiya, daimi komissiya təşkil edir. Amma Milli Məclisdə həm komitə, həm komissiya idi. Diqqətli olun. Hər ikisində oxşar cəhət odur ki, hər ikisi sədrini və müavinini seçir. Həm Ali Məclis, həm Milli Məclis. Çox diqqətli olun. Daha sonra Ali Məclisdə, Milli Məclis kimi həll etdiyi məsələ var. Bir də var ümumi qaydası, dəyərli yoldaşlar, aydındır. Bu da hər birinə görə aktlar qəbul edir. Naxçıvanın Ali Məclisi ümumi qayda müəyyən edəndə qanun aktını qəbul edir. Yəni bu gördüyünüz 7 məsələni qanunla qəbul edir. Burada səs çoxluğu yoxdur. Burada da hərəkətsizliklə yadda saxlayırsınız. Oldu. Ali Məclisə seçkilər, sosial təminat, turizm, səhiyyə, elm, mədəniyyət. Görürsüz? Milli Məclisin ümumi qaydasında kim burada da hərəkət var, hərəkət yoxdur. Amma bu 3-lə hanı bu? 5-də hərəkət var, yadda saxlayırsınız. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatın inkişaf istiqamətləri ümumi qaydadır. Ətraf mühitin qorunması. İkisində hərəkət var, amma bunlar da ümumi qaydadır. Aydın oldu? Yəni burada çətin bir şey yoxdur. Ali Məclisin həll etdiyi məsələyə getdim. Bizim Milli Məclis həll etdiyi məsələdə hansı aktları qəbul edirdi? Milli Məclisdən danışıram. Həm qanun, həm qərar. Amma Ali Məclis isə qərar aktını qəbul edir həll etdiyi məsələdə. Qanundan söhbət yoxdur burada. Gəlin baxaq görək. Nə iş görür Ali Məclis? Ali Məclisin işinin təşkilini həll edir. Büdcəni təsdiq eləyir. Naxçıvandan söhbət gedir də. Azərbaycanı tez təkrarlayaq. Azərbaycan dövlət büdcəsini kim hazırlayırdı? Nazirlər Kabineti. Hazırlayıb nə edirdi? Verirdi prezidentə. Prezidentin səlahiyyətində nə edirdi? Dövlət büdcəsini prezident təqdim eləyirdi Milli Məclisə. Milli Məclisdə dövlət büdcəsini təsdiq eləyib, onun icrasına nəzarət eləyirdi. Hansı səs çoxluğu, hansı aktla? 63 qanun aktı ilə. Bəs dövlət büdcəsinin icrasını təmin edir desəm, olurdu Nazirlər Kabineti. Dövlət büdcəmizi Azərbaycanda hazırlayır Nazirlər Kabineti. İcrasını dövlət büdcəsini təmin edir, o da Nazirlər Kabineti. Nazirlər Kabineti büdcəni hazırlayır, verir prezidentə. Prezidentin də səlahiyyəti odur ki, Milli Məclisə təqdim edir. Milli Məclisdə dövlət büdcəsini təsdiq edib, icrasına nəzarət edir. 63 qanunla. İlk 5-lik Milli Məclisin səlahiyyətində idi. Naxçıvanda dövlət büdcəsini kim təsdiq edir? Ali Məclis. Bunu öyrəndim. İqtisadi və sosial proqramları təsdiq eləyir Naxçıvanda kim? Ali Məclis. Azərbaycanda kim bunu təsdiq eləyirdi dostum? Prezident. Naxçıvanda baş naziri vəzifəyə təyin edilib vəzifədən azad eləyən kimdir? Ali Məclis. Azərbaycanda kim idi? Prezident. Nazirlər Kabinetinin tərkibini təsdiq eləyir Naxçıvanda Ali Məclis. Azərbaycanda kim idi? Prezidentimiz idi. Aydın oldu. Bax bu 3-4-5-i Naxçıvanda Ali Məclis eləyir. Azərbaycanda isə prezident. Bunları fərqləndirməyi bacar. Nazirlər Kabinetinə etimad məsələsini həll eləyir Ali Məclis. Burada da yazıb qərar. Yəni Ali Məclis bu 6 məsələ ilə bağlı qərar aktını qəbul edir. Burada çətin bir şey yoxdur. Bildiyiniz şeylər hamısı. Naxçıvanın Nazirlər Kabinetinə keçdik. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini dediyi kim təsdiq eləyir? Bayaqları Ali Məclis. Amma gəlin baxaq görək necə təsdiq eləyir də. Bax uşaqlar, məntiqlə Nazirlər Kabinetindən söhbət gedirsə, bunun yiyəsi kimdir? Belə deyək də, yiyəsi belə biraz lordidə çıxır. Yəni Nazirlər Kabinetinin böyüyü kimdir? Baş nazir, düzdür? Deməli bu Nazirlər Kabinetinin tərkibi təsdiq olunursa, burada baş nazirin nəsə bir rolu olmalıdır da. Ona görə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini baş nazirin təklifi ilə Ali Məclis təsdiq edir. Onsuz Ali Məclisin təsdiq elədiyini mən indi burada öyrənmişdim, düzdür? Nədən danışırdıq biz? Nazirlər Kabinetinin tərkibinin təsdiqi. Baxın 5-ci bənd tapdım. Gördünüz? Bunu mən onsuz bilirdim. Prosta bildim bu proses necə olur? Baş nazirin təklifi ilə. Niyə baş nazirin təklifi ilə? Çünki Nazirlər Kabinetinin tərkibi təsdiq olunursa, orada baş nazir olur da Nazirlər Kabinetinin tərkibində. Onun bir rolu olmalıdır. Aydın oldu.
Bəs Naxçıvanda baş nazir necə təyin olunur? Mən bayaq öyrəndim ki, Naxçıvan Muxtar Respublikasının baş nazirini vəzifəyə təyin edib vəzifədən azad eləyən Ali Məclisdir. Görək bəs necə olur bu proses? Prezidentin təqdimatına əsasən olur. Azərbaycan Respublikasının prezidenti təqdimat verir, Ali Məclisdə baş naziri vəzifəyə təyin edib vəzifədən azad eləyir. Yadda saxlayırsınız. Nazirlər Kabineti Naxçıvanın. Görək Naxçıvan Nazirlər Kabineti nə edir? Naxçıvan dövlət büdcəsinin layihəsini hazırlayıb Ali Məclisə təqdim eləyir. Aydın oldu. Bayaq da öyrəndim ki, Ali Məclis nə edir? Dövlət büdcəsini təsdiq eləyir. Elə bilin ki, dövlət büdcəsi prosesi Naxçıvanda bizə nisbətən rahatdır. Bizdə ardıcıllıq necədir? Bax, bizdə Nazirlər Kabineti hazırladı prezidentə, prezident də Milli Məclisə, düzdür? Bizdə belə gedir. Amma Naxçıvanda Nazirlər Kabineti hazırlayır, Ali Məclisə verir. Ali Məclisdə təsdiq eləyir. Всё. Başa düşdünüz? Nə yazıb burada? Nazirlər Kabineti nə edir? Dövlət büdcəsi layihəsini hazırlayıb Ali Məclisə təqdim edir. Ali Məclisin səlahiyyətində öyrəndim ki, büdcəni təsdiq edirdi. Kim? Ali Məclis. Yəni ardıcıllıqları bilin. Sonra Muxtar Respublikanın büdcəsini icra edir. Nazirlər Kabineti Naxçıvanın büdcəsini icra edir. Bunlar rahat bəndlərdir. İqtisadi və sosial proqramların həyata keçirilməsini təmin edir. Naxçıvanın Nazirlər Kabineti iqtisadi və sosial proqramların həyata keçirilməsini təmin edir. Amma mənim gözəl dostum, Azərbaycanın Nazirlər Kabinetində sosial proqram deyildi. Çox-çox diqqətli ol. Azərbaycanda sosial təminat proqramı idi. Aydın oldu? Bu incə məqama çox diqqətlə baxın ha. Bir də prezidentin onun səlahiyyətinə aid etdiyi digər məsələləri həll edir. Bu Naxçıvanın Nazirlər Kabineti yoxdur. Prezident onun səlahiyyətinə nəyə aid eləməyib, o məsələni həll edir də. Sordu getdi. Bax, buranı dedim ha. Naxçıvanın Nazirlər Kabineti iqtisadi və sosial proqramın həyata keçirilməsini təmin edir. Amma Azərbaycanın Nazirlər Kabineti iqtisadi və sosial təminat proqramının həyata keçirilməsini təmin edirdi. Sosial proqramın yox. Daha sonra Naxçıvan Muxtar Respublikasında aktı, Nazirlər Kabinetinin aktı nə olacaq? Qərarla sərəncam. Bizdə də Nazirlər Kabinetinin aktı qərar sərəncamdır. Təkrarlayaq. Milli Məclisin aktı nədir? Azərbaycanda. Milli Məclis Azərbaycanda dons. Konstitusiya qanunu, qanun qərar. Prezidentimizin aktı nədir? Fərman sərəncam. Nazirlər Kabinetinin aktı qərar sərəncam. Naxçıvanda da Nazirlər Kabinetinin aktı qərarla sərəncamdır. Bizdəki kimi eynidir. Sonuncu bəndimiz Naxçıvanın yerli icra hakimiyyətinin başçısı necə təyin olunur? Ümumiyyətlə, icra hakimiyyəti başçılarını vəzifəyə təyin edən, vəzifədən azad edən prezidentdir. Bunu bilirsiniz siz. Çünki icra hakimiyyəti prezidentə mənsubdur. Bunu bilirsiniz. Prosta necə olur bu? Prosesi bilmək lazımdır. Ali Məclisin sədrin təqdimatı əsasında. Tutardı getdi də Naxçıvanın yerli icra hakimiyyəti başçılarını, tutaq ki, Şərur rayon icra hakimiyyəti başçısını Ali Məclisin sədri yoxdur. O təqdimat verir. Onun təqdimatı əsasında prezident vəzifəyə təyin edir, vəzifədən azad edir. Qurtardı getdi. Bir də Naxçıvanda var idi baş nazir. O necə idi? Orada da prezidentin təqdimatı əsasında Ali Məclis vəzifəyə təyin edib vəzifədən azad edirdi. Çox diqqətli olun ha. Baş nazir təyin olunanda prezident təqdimat verir, Ali Məclis onu təyin edir, azad edir. Çünki Ali Məclisin səlahiyyətidir baş naziri təyin eləmək. Amma yerli icra hakimiyyəti başçısı olanda Ali Məclisin sədri təqdimat verir, prezidentimiz də onu vəzifəyə təyin edir, yerli icra hakimiyyətinin başçısını. Dostlar, bu qədər. Qalan mövzularında inşallah izahını çəkib göndərəcəm sizə. Çox diqqətlə baxın. Maraqlı bir mövzudur. Samballı bir mövzudur. İnşallah imtahana qəşəng suallar düşür buradan.